Şübhənin də inam kimi müəyyən səddi var. Həmin sədd keçildikdə o mütləq inkara çevrilir. Bu zaman həyatda, dövrdə, yerdə, göydə, insanda nə var? İnkar edilir. Mütləq inkar dünyanın yalnız bir tərəfini, bir keyfiyyətini yox, mahiyyətini rədd edir. O yanğını andırır, tədricən bir əşyadan başqa əşyaya keçir və ətrafı bürüyür. Mütləq inkar həmişə, hər yerdə yaranmır. O adətən gərgin, məşəqqətli, daxili böhran zamanı meydana çıxır. Ürək dünyadan küsür. O görür ki, ülvilikdə bir naqislik, munislikdə eybəcərlik yaşar. Bu vaxt zəmanədə qəlbi, gözü sevindirən heç nə qalmaz. Dünya kiçilər, daralar. İnsan ilə dövr arasında uçurum əmələ gələr. Aləm yadlaşar və insan ondan üz döndərər. Bu hal əbədi də ola bilər, keçici də. Birincidə insan bir dəfəlik dünyadan əlini üzər. İkincidə müdrikləşər və inkar həyatın ziddiyyətli, mürəkkəb mənasını dərk etmək yollarında bir mərhələyə çevrilər. Hər ikisində daxili sarsıntının gücü sonsuz, zəhmi ağır, hökmü mütləq olur. Çox mizana çəkib mən, gördüm ki, puçdur cahan. Qaçıram bu eybəcər, bu qaranlıq dünyadan. Məsələ dünyanın qeyri-kamil olmasında, zəmanənin puçluğundadır. Öz dərin fəlsəfi mahiyyətinə görə, Xaqani inkarı, Hamletin dünya məhvərindən çıxmışdır, kəlamına bərabərdir. Filosoflar üçün dünya mahiyyətdir. Bəsitlər qeyri-kamilliyə göz yumar, zəmanəyə uyğunlaşar. Onların inkarı müəyyən səddə dayanar. Ancaq Xaqani, Hamlet kimi mütəfəkkirlər üçün bəsitlik dözülməzdir. Odur ki, inkar adlanan iti qılınc zəmanəni şaqqalayır, onun sümüyünə qədər işləyir. İndi yox, bu dünyaya göz açdığım saatdan, gəlmişəm bu qərara ki, qaçam kainatdan. Qaçmaq sözünü hərfi mənada anlamaq düzgün olmaz. Burada o, üsyankarcasına səslənir. Qaçıram, yəni inkar edirəm, lənətləyirəm, rədd edirəm, dərk edirəm, mahiyyətə varıram, mahiyyəti üzə çıxarıram. Burada tərki dünyalıqdan əsər yoxdur. Əksinə, sənətkar dünyaya bağlı olduğundan, dünyaya vurulduğundan, dünyanı inkar edir. Həmin inkar daim dərinləşir, gərginləşir, kəskinləşir. Yerdəki 7 kənddən baş alıb qaçıram mən. Qaçıram, hətta göydə olan 8 şəhərdən. Mütləq inkara səbəb təkcə ümumi tələblər deyil, eyni zamanda şairin ürəyində yaşayan, böyüyən və mütləq gözəlliyə, vüsətə malik olan arzular, niyyətlər, ehtiraslardır. Könlümdəki diləklər sığmaz heç bir diyara. Qaçıram, gözlərin də hüdudundan kənara. Dünya həm insan arzularına uyğun gəlməlidir, həm də həmin arzuları bəsləməli, ucaltmalıdır. Diləklər dünyanın geniş sinəsinə səpilməli, bitməli, boyatmalıdır. Zəmanə arzuları qəfəsə salırsa, hissləri buxovlayırsa, qanadlı düşüncələrə, ülvi duyğulara darlıq edirsə, inkar olunmalıdır. Coşqun sular məcrasına sığmayanda, onu sellərə qərq edər. Daşqın yeri göyü bürüyər, hiddət dalğaları şahə qalxar, ehtiras vulkanı püskürər. Özgələrin kölgəsi xofa salır qəlbimi, vaxt olur öz-özümdən qaçıram kölgə kimi. Dünya yadlaşanda, uzaqlaşanda, insan hər şeydən, o cümlədən özündən də küsər.
Dünya məhdud, dar olanda, ömür də insanı sıxar. İnsan zəmanədə kölgə kimi sürünəndə özündən qaçar. Dünya insanın ən böyük müsahibidir. O kar olanda dil danışarmı? Duyğular, niyyətlər, düşüncələr geniş heydan arayar. Tapmayanda ürəyi yandırar. Onda özündən ayrılmağa, açmağa can atarsan. Zəmanə səni isitməz və sən öz xəyal aləminə çəkilər, isinərsən. Xəyalında istəyinə tam çatarsan. Özünü, zəmanəni, aləmi unudarsan, özün özündən qaçarsan. Gözlərinin qabağından gəlib keçər ləyaqətsiz səlahiyyətlilər, miskin zənginlər, naşı qolu zorlular, təbəssümlü alçaqlar. Özündən qaçarsan. Mütləq inkar sənin özünə qarşı da amansız bir tələbkarlıq yaradar. Dönüb özünə baxar, özündən qaçarsan. Dərd, qəm belini əyər, həyat tikanları ürəyini qanadar, aləmdən heç nə gözləməzsən, dünyadan köçməyə hazırlaşarsan. Özündən qaçarsan. Bəxti qara olmağım aydındır günəş kimi. Qaçıram ki, gecəyə qatım qara bəxtimi. Bu inkarda ali bir qətiyyət var. Gecə kimi qara bəxt gecəyə qovursa yaxşıdır. Bu kədərin sonsuzluğundan xəbər verir. Xaqanı inkarında yarım şübhəyə, tərəddüdə, cılız skepsisə yer yoxdur. Şairin əsərlərində adətən əhvali ruhiyyənin ən gərgin dramatik məqamları təsvir olunur. Duyğular zilə qalxır. Buradakı pafos, ehtirasların qeyri-adi bir patetika ilə təsvirindən yaranır. Sənətkar duyğularının anlarını ifadə etdiyindən ən qəti obrazlara müraciət edir. Vəba evidir bu çərx. Qaçmaq gərəkdir ondan. Qaçmaq gərək dünyanın dövlətindən, malından. Çərx vəba evidir. Ondan qaçmaq gərəkdir. Deməli, dünya evində yaşamaq müşküldür. Burada təskinliyi üçün yer yoxdur. Ona görə də xaqani inkarında sızıltı, inilti, bədbinlik hiss olunmur. Xaqani inkarı yalnız qüdrətlilərin ürəyində yaranan təsəllisiz inkardır. O, xülyanın, tərəddüdün, yarımçıqlığın, miskinliyin düşmənidir. Həmin inkardakı qətiyyət mənəvi güc, idarə, mərdlik əlamətidir. Məqsəd var olmaqdırsa, yox olaram mən onda. Qaçaram öz-özümdən bu yoxluğun yolunda. Aciz heç vaxt yalanı, naqisi, eybəcəri sona qədər inkar etməz. O, yarım inkar məqamında ilişib qalar.